Aynur xanım soruşub ki, yəni mən çəkilişdə bu səsimi necə dəyişirəm? E, yəni məndən asılı deyil. Rejissorumuz action komandası verən kimi avtomatik artıq öyrəşmişəm, səsim dəyişir. Yəni belə olur. Yəni prova eləyə bilərik. Action. Çəkirik. Bu yazıldı. Həla. Belə də saxla. Babazadə soruşub ki, Selcanla Ataş görüşəcək ya yox. Yəni mən bunu yalan deyərəm. Yəni hələ bu gedişatı mən dəqiq bilmirəm necə olacaq. Amma açığı biraz həyatda da Selcanla aramız biraz sərinliyib. Mən elə istifadə edib buradan bizim kanalımız vasitəsilə Selcana demək istəyirəm ki, Selcan, mən sənin üçün çox darıxıram. İstəyirəm ki, biz barışaq. Həyatda da.